Yok. Угу. Да, да, все верно. И последнее, в этом столбике пишите мои. Мои yine mənim, ama cəm halda. Da, alt düzdür. Moi. Yine mənim, ama cəm halda. Gözləyirəm. Elə mai də deyilir. Yox, o ilə yazılır, aynen deyilir. Mai. Например, мои дети, mənim uşaqlarım. Uşaqlar cəm halda olduğuna görə deyirsiniz мои дети. Хорошо. Növbəti stolbik bölündə yazırsınız. Со мной. Со отдельно, мной. Со мной. Mənimlə. Bölündə, bəli. Со мной. Mən sizə da со мной deyilir, со мной yazılır. Mən sizə imoya da yazıram. Yazın ki sizə asan da olsun oxumaq. Hə, sizə necə rahatdır, hə? Da, со мной, mənimlə. Со мной, bəli. Məsəl üçün, пойдем со мной. Gedək mənimlə. Со мной мои дети. Mənimlə mənim uşaqlarım var. Bəli, mənimlə. Mənimlə tərcüməsi. Növbəti stolbik bölündə yazın. Без меня. Yox, hamısı növbə ilə. Onları düz yazmışsınız. Düzdür. Bölündə yazırsınız. Со мной. И növbəti stolbik без меня. Вообще sizə necə rahatdır elə yaza bilərsiniz. Главное baxanda tapa biləsiniz onu. Biz minyanın tərcüməsini bilirsiniz? Mənsiz.